İnsulin direncini qırmağın 3 sadə qaydasını deyəcəm. İnsulin direnci orqanizmdə hüceyrələrin insulin hormonuna qarşı həssaslığını itirilməsi deməkdir. Bu bir sıra faktorlar əsasında baş verə bilər. Genetik faktorlar və həyat tərzi problemləri. Birinci və ən əsası qidalanma rejiminin korreksiyasıdır. Həyatınızdan demək olar ki, şirniyyatı çıxardırsınız, həyatınıza liflərlə zəngin qidalanma rasionu əlavə edirsiniz. Yəni rasionunuzda mütləq şəkildə bol miqdarda tərəvəzlər olmalıdır. Tərəvəzlər sizə insulin direncindən qurtulmaq yolunda çox böyük kömək eləyəcəklər. İkinci, mütləq şəkildə həyatınızda hərəkət baş rolda olmalıdır. Fiziki hazırlığınıza uyğun şəkildə ya idman, ya da ki yürüyüş etmək mütləqdir. İdman və yaxud da ki yürüyüş hüceyrələrin insulinə qarşı olan həssaslığının bərpa edilməsində çox böyük və vacib rol oynayır. Üçüncüsü isə normal yuxu rejimidir. Yəni yuxu rejimini düzəltməklə insulin direncindən də qurtulmağı asanlaşdıra bilərik. Beləliklə bu 3 məsləhətə, bu 3 qaydaya riayət etməklə insulin direncini tez bir zamanda qıra bilərsiniz. Əgər videonu axıra qədər izlədinizsə, səhifəmi izləməyi və bu videonu yaxın bir dostunuzla bölüşməyi sizdən xahiş edirəm.